Salam. Bugün biz sizinlə 15-ci sualın izahına baxacaq. 15-ci sualda bizə deyir ki, xəritə sxemində verilmiş çaya aid olmayan fikri müəyyən edin. İlk öncə çayı təyin etməliyik. Bura Cənubi Amerikadır və bu çayda Parana çayıdır. Parana çayına aid olmayan fikirləri gəlin müəyyən edin. A-da deyir, çayın suyu dekabr, fevral aylarında artır. Bəli, çünki Cənubun su-ekvator iqlim quşağından mənbəyin götürür. B-də deyir, hövzəsi iki işıqlanma quşağında yerləşir. Bəli, Cənub tropik xətti kəsdiyi üçün bu da doğru fikirdir. C-də deyir, mənbəyini yayladan götürür. Bəli, Brazil yaylasından götürür. Qidalanmasında qar və buzlaq sularının rolu böyükdür. Brazil yaylası su-ekvator iqlim quşağında yerləşdiyi üçün əmrazi mənbəyin götürdüyünə görə burada çay əsən yağış sularına qidalanacaq. Ona görə C yanlışdır. D-də deyir, su-ekvatoral, tropik, stropik iqlim quşaqlarından axır. Bəli, bu da doğru fikirdir. Üzərindən su elektrik stansiyası tikilmişdir. Itaipu su elektrik stansiyası var. Mənsəbi də La Plata körfəzidir. Ona görə E də doğrudur. Yanlış istəyir bizdən, yanlış olacaq C variantı.